Son günlər Azersel'in tarif siyasəti ilə bağlı sosial şəbəkələrdə müştərilər tərəfindən bir sıra şikayətlər irəli sürülür. İstehlakçılar şirkətin müştərilərinin icazəsi olmadan onları müxtəlif kampaniyalara qoşaraq balanslarından xəbərdarlıq etmədən məbləğ tutulmasından narazıdırlar. Bu problem müştərilərin haqlı olaraq məlumatlandırılmaması və onların razılığı olmadan xidmətlərdən istifadə edilməsi ilə bağlı suallar doğurur. Sosial şəbəkələrdə isə məsələyə dair artan şikayətlər isə Azersel'in xidmət şərtlərinin gözlədiyi şəkildə tətbiq olunmadığına dair narazılıqları gündəmə gətirir. Yençaq açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov deyib ki, mobil operatorlar bazarda inhisarçı qurumdur və bu mürəkkəb müasir texnologiyadan istehlakçılar baş açmır. Onun sözlərinə görə istehlakçıların buna müdaxilə etmək, dəyişmək, qaytarmaq imkanları yox dərəcəsindədir. O diqqətə çatdırıb ki, rəhbərlik etdiyi quruma da Azersel'dən şikayətlər gəlməkdədir. Mobil operatorlar hərəsi sanki bazarda bir inhisarçı qurumdur və bu mürəkkəb müasir texnologiyadan istehlakçılar baş açmır və üstəlik müdaxilə etmək, dəyişmək, qaytarmaq, yönetmək imkanları da yox dərəcəsindədir. Azad İstehlakçılar Birliyi mobil operatorlardan, o cümlədən Azersel'dən daim şikayətlər gəlir və sanki ümumiyyətlə müasir telefon istehsalçıları sanki mobil operatorlarla bir əlaqədədir. Onlar elə bir telefonlar icad edirlər ki, insan toxunmadan özləri lazım yerə qoşulur, mobil operator xidmətindən istifadə edir. Sonra sübut etmək olmur. Kim qoşub, özü qoşulub, insan səhvən qoşubdu bunu, necə olubdu? Yəni, çox mürəkkəb texniki vasitələr olduğundan burada istehlakçı hüquqlarının pozulması genişdir. Xüsusən xaricə getmiş insanlara pul yüklənməsi və s. Bu sayədə böyük problemlər yaşanır. Bu işin öhdəsindən prezident yanında Antisar və Bazar Nəzarət Dövlət Agentliyi gəlməlidir. Lakin həmin qurumdan biz heç bir şey eşitmirik. Ora göndərilən şikayətlərdən də nəticə yoxdur və mobil operatorlar istehlakçı hüquqlarını bütün istiqamətdə pozurlar. Və onlarla kommunikasiyada vəziyyəti öyrəndikdə mürəkkəb texniki bir məsələ olduğundan elə izahatlar verilir, elə şey verirlər ki, istehlakçının onu təksib eləmək imkanları olmur. Təksib etsə də ona inanan yoxdur. Çox təəssüflər olsun. Gərək istehlakçılarla bağlanan müqavilələr də var öz əksini tapsın. İstehlakçılar mobil operatorun xidmətinə dair biliklərə malik olmağa qadir deyirlər. Xüsusi bilik almış, treninqlə keçmiş insanlar onu nisbətən bilə bilər. Bu sayədə ciddi istehlakçı hüquqlarının pozulması mövcuddur.